Bugün sizlerle 100 yıl yaşama simülatörü oynayırıq. Ve bugün bu serinin devamı gələ bilər. Bəlkə ilərdə qız belə ola bilərik. Mən oğlan olacağım. Biraz pis bir giriş oldu və sözləri biraz qəribə dedim. O cür üzr istəyirəm. Mən like atıb abunə olsanız daha yaxşı olar. Mən bir dənə oğlan olub gəlirəm. Oğlan olduq. Və hoppa. Kaçda girdi bizim. Bu uşağın adını mən Lələhumdullah qoyuram. Lələhumdullah. Bizə mən belə uşağım. Doğrudur bəbişkomuz. Adını qoyuram. Amma olmadı adı Abdullah. Neysə. Adı nədir onun? Lələhum oldu. Şimdi atamız burada bizi alqışlayır. Anamız da belə sevinir. Hansına gedək, anıya gedək deyirəm mən. Gələk biraz anamız sevsin də bizi. Sonra da atan gedərik. Oha, yuh! Dostlar, mən buranı göstərmərəm. Onu göstərmirəm. Də. Və nə oldu? 1 yaşımız keçdi. 2 yaşımız oldu. Nə qəşəng. Ura. Aha, böyüdük biraz. Bunları keçməliyik. Asandır. Biz parkur prosuyuq, ağa. Hop, dönmə. Dönmə, mən keçərəm. Hoppala. Biz də tısbağa sürətində görürük. Allah Allah. Aha, 3-cü yaşı keçirik. 3 yaşımız oldu. Meyliyirəm. Nə gəldi burada? Nə olur? Vazo mu, oyuncaq mı? Məncə uşaqlar oyuncaq oynamağı sevirik. Biz oyuncaq deyik. Aha, neyinir? Sındır demədi, oynadı. Deyəsən, bu atasının xatirə qalandı. Hədiyyəsi. Ata da cəhənnəmin dibinə dönüşdü. Neyse. Keçdi. Bir şey daha böyüdü və Lələhumdullah biraz böyüdü. Normal bir oğlan oldu. Burada 2 yol ayrımı var. Yani bir seçimimiz bizi eləyəcək. Bizi başqa həyata gedirəcək. Arxamızda qız var. Ne deyir? Deyir ki, ya tək deyirsən, ya da ki, başqalarıyla. Biz tək yeyirik, qardeşim. Bizə uşaqlar lazım deyil. Biz özümüz də. Məncə, biz o hamı ilə yedisəydi, o qız bizi ilə sevgili olacaqdı. Sevəcəkdi bizi. Yox, qardeşim, bizə sevgili lazım deyil. Hop. Aha. Oha, ana. 10 yaşına keçdik. Bir səsim biraz pis gələ bilərdi. Çünki onun səsi çox idi. İndi biraz azaltdım. Üzməyə yönəlik. Oğlum, bəbə, bizdən yaxşı sürəcək. Mən indi hazıram. Yoxsa hələ antrenman. Yox, biz antrenman eləyək, öyrənirik. Hər 1 saat sonra öyrənməyə başlardıq. Bəbəni belə keçdik. Onsuz da yəni doğulandan bəbəni keçməliydi. Keçdik 11 yaşına. Aha. Baxaq görək. Maşınımızı yuzuyuq. Maşınımızı nə üçün çirkləndirsə, bizim maşına qısqansınız, Vay çakallar sizi. Çakal sizi. Çakallar sizi. Vay çakallar. Hoppala kes buraları. Kes. Oğlum nöşün belə çirkənsin. Yoxsa ata sən eləmsən. Özü çirkləndirməkdir. Neyse.
Hop. Hop. Təmizlə. Dostlar, bu arada facecam'li videolar gəlsin. Onları da yorumlara yazsınız. Məni çox sevinir. Yəni, həllər var facecam'li xoşlayır. Həllər var da facecam'siz. Neyse biz 12-ci 2 yol ayrım vardı. Aha, ne deyir? God doesn't exist, word peace. Bir də mən bunu tərcüməsinə baxıb gəldim. Tərcüməsinə baxdım. İkincidir ki, Allah yoxdur. Tövbə, estağfurullah, tövbə. O bizə deyir ki, sülhə inan. Biz sülhə inanırıq lan. Biz Allah'a inanacağıq. Biz Müslümanıq. Müslümanlar. Belə pis şeyler olmaz. O. Aha. Çocuk 13 yaşımıza. Normal bir yekə insan oldu. İndi ne olur? Aha. Normal gedirik. Gedirik de ne? Aa, bizi yıktı. Bir de bize güller. Dur ve get. Şimdi bizim oğlan biraz güçsüz olar, onlar döyənməz. Ona göre mən durup getməyi deyirəm. Mən bir belə gedəcəm. Aa, tərzdən cəhv vurdular. Aa, vurup kaçtılar. Öldürdüler. Aha. 13. yaşımızda kaldık bir tane şey səfər etdiyimizə görə. Buralar çet. Yıkıldık. Savaş lan. Yo. Bebişka. Arkaya bak. Hoppala. Hoppa. Aha. Allah, o bize döyəcək deyəsən. Döyənmədi. Allah'ın cezası. Böyle ölərsə. Hamı bizi alqışlayır. Biz de gedirik. Aha, ne oldu? Bizi ne için götürdü yanımıza? Burada bir yol ayrımı kimi şey var ama neyse. Üf, bu oğlan da kızla sevgili oldu ye. Heç kimə sataşmamayıq deyəsən burada. Hayır. Hoppa. Ha, ürəklər çıxdı. Kızı dövməyə gəldi. Ne oldu? O. Hayda. Neyse. Biz çetə en yaxşısı 15 yaşımıza. Bize söylep şeyler çok eləmir. Ne oldu? Durduq ayağı. Məktəbə get. Məktəbə getmə. Bizim uşaq biraz tembel olsun. Aha, həyətdə gəzirlər. Ne oldu? Aha. Ne oldu? Hayda. Bu uşaq məktəbə getmə deyəndən öşün qaçırlar. Biz bir səhv eləyib uşağı məktəbə göndərmədik. Keçdik 16 yaşına. Burada da o yol ayrımı var. Baxaq görək. Yol ayrımında nə edəcəyəm? Kuşlar düşür. Mən o oğlanın öpdüyü qız var mən o şey eləməyəcəm. Mən ondan o qızla bunu ayıracağım. Mən evlənməyəcəm bu qızla. Aha, yaxşı ki elmasımız yoxdur. Mən evlənməyəcəm. Allah Allah, belə qız olur. Buna bax, paltarla giyirlər, üzürlər. Dərirlər. Aha.
Saniye. Ne oldu? Telefon oynama. Vermem dedik. Biz əsəbləşək. Tokunu çıxartdı. Huc. Ayda mən böyle səhv elədim. Huc neydi? Dövmək neydi? İqrar eləyəcəydim mən. Ayda. Üf. Aha, keçdi. 19 yaşı. Belədir. Normal. 5 tane yol ayrımı var. Ne olur? Telefona baxırıq. Aha. Ne oldu? Kız seçili ha. Lan arkada ne var? Oğlan var. Yok. Kız geçsin ayna. Bu biraz yaxşıdır ama oynamağı yaxşı gəlmədi. Mən bir dəlli elib gorili sevəcəm. Goril. Goril ne? Keçək 21 yaşımıza görə bu gorillə həyatımız necə olacaq? Baxaq. Aha, gedirik. Parka gəldik, gorillə şeydir. Security qorxdu. Biraz çok şey oldu. Çok biraz olmadı. Biz bununla necə danışa bilirik, şeylə bilirik. Jeveli bana. Tabii ki de maymunlar balans ediyinə görə ona banan almalıyıq. Sevindi. Bizim için mal adam olur. Cep. O belə qız var idi cep. Keçək 23 yaşımıza. Ama ne var? Tabii ki de bir sonraki bölümde. Bu videonun devamı gelmesini istiyorsunuzsa 2 like gelse bu video devamını çekeceğim. Ve bay bay.